Selam. Bugünlerim ben Çınar'ı. Kanalıma hoş gelmişsiniz. Bugünler sizle beraber yeni aldığım iki tane bu öz Family Friends'dir. Bu da öz onun iş defteridir. Şimdi onları gösteririm size. Okuyacağım. Yani birincisini. Çok şeydi. Yani çok şey kitap okuyor. İçinde belə bir şey var. Hamısı dərslərə baxmağa görədir. Family Friends 3 yazıblar. Bilirəm, yanına da bir şey qoymuşam ki, işıqlı olsun, işıqlı görsün. Əvvəlcə bu kitabın özü. Mikrofonu düzəltdim. Aha, mikrofonumu düzəltdim və açırıq belə bir səhifə. Kitabın özü xoşuma gəlir ki, yəni baxın bu yağlıdır. Çox yağlıdır. Çox qəşəngdir özü də. Birinci dərsimiz belə bir ailə mövzusu olacaq. Gəlin bir yerdə oxuyaq və tərcümə edək. Tamam, başladıq. Bu da onun şeyidir. Və belə bir gördüyünüz şeyler var. Aile mövzusudur. Gelin bir yerde okuyaq. Grandma, nene, aunt, hala, bibi. Grandpa, baba, uncle, dayı. Mom, ana, brother, kardeş. Sister, bacı. Dad, ata. Cousin, dayı uşaqları, bibi uşaqları belə gedir. Xala uşaqları, əmi uşaqları. İndi isə gördüyünüz bu nənədir, bu babadır. Yəni bunlar ən böyüyüdülər. Ailənin ən böyüyüdür. Bu yəqin ki bu anadır, bu atadır. Bu da onların uşaqları. Max and Holly. Bu da xaladır, bu da əmidir. Və burada isə verib Amy and Leo. Deyir ki, listen, point and repeat. Yəni dinlə və oxu. Dəqiq kameramı silim. Aha. Hello, I'm Leo and I'm 11. Yəni bu Leo'nun 11 yaşı var. Amy is my sister. Yəni Amy onun bacısıdır. We've got a big family. Bizim böyük ailəmiz var. Hi, I'm bilmem neçə verib. I'm 7. Max is my brother. Əgər Max mənim qardaşımdırsa deyil, o da Holly'dir. Holly'nin 7 yaşı var. He's 9. Hi, I'm nə bilim nə. I've got grandma and a grandpa too. I've got an aunt and uncle. An uncle. And I've got 2 cousins. Bu məncə Max'ə aiddir. Max'ə. Hello, I'm nə bilim nə. Da yəqin ki Emmi verər. Emmi. Onu veribsə burada şeydir. Hə, Emmidir, Emmi. Emmi. I'm Emmi. I've got a sister. No. Max olmalıdır bu. I've got sister. Her name Holly. Bu Max'tir. Bu isə Emmy'dir.
um, she's 7. We've got 2 cousins. Their names are Amy and Leo. Bilerek kurtardım. Yəqin siz bunları bilirsiniz də. The elephant is bigger than the monkey. Yəni bu fil o meymundan böyükdür. Bigger böyük deməkdir. Smaller isə şey deməkdir. Yavaş. Balaca. Все. Bax görək. Ne şeyler var. Və iş dəftərinə baxaq. Deyim sizə, belə bir kitabdır. Yəni bu da kitabın iş dəftəridir. Çox gözəldir. Yəni alıb şey edə bilərsiniz, oxuya bilərsiniz. Belədir. Skan edə bilərsiniz. Yəni çəkə bilərsiniz. Belə bir kitabım var. Aha. İndi bunun iş dəftərini göstərəcəm dedim. Yəni alıb oxuya bilərsiniz. Çox qəşəngdir. Baxın, bu dərsin axırıncı mövzusunu göstərirəm ki, birdən yəni belə də oxuya bilərsiniz. Baxın, belə bir mövzudur. Belə bir şeydir. Bu arada essedir. İndi isə birinci dərsimdir. Nənə, baba, nə bilim, bibi, xala, əmi, dayı. Gördünüz də hamısını. Bəli. İndi isə keçirik. Gözəlcə bizim iş dəftərimiz. Bunlar asaddılar. İşte, baxın, üzü belədir. Belədir. My family mövzusu. Demək, bunlardan alıb yoxlaya bilərsiniz. Yəni, bunlar analara da aiddir. Çox qəşəngdir. Family and friends. İndi isə videonun sonuna gəldik və sağ olun. İstərdim, amma yaddaş biraz doludur deyə davam edə bilmirəm. Yəni, bunlar içindədir. Belə. Все. Videosunu çəkim mən də. Kanala abunə olmağı unutmayın. Matikoçi.